Uşaq Evinin bütün sakinləriniz ilk öncədən salamlayıram. Bugün bura toplaşmağımızın səbəbini hər kəs tərəfindən məlumdur. Xocalı soyqırımı ilə bağlı toplaşmışıq. İndi isə söz verilir Gəncə Uşaq Evinin müdürü Nazilə xanıma. Hamımız bilirik ki 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Azərbaycan tarixinə qanlı bir faciə kimi yazıldı. Həmin gün erməni faşistləri Xocalı şəhərinə basqın edərək dinc əhaliyə divan tutdular. Şəhəri xarabaya çevirdilər. Qadınlarımızı, uşaqlarımızı, qocaları vəhşicəsinə qətlə yetirdilər. Tarix o günü unutmayacaq. Bu tədbiri biz bugün təşkil edirik ona görə ki, yetişməkdə olan nəslimiz həmən Xocalı faciəsini xatırlasın, vətənpərvər böyüsünlər, bilsinlər ki, erməni faşistləri neçə əsrlər bundan öncə törətdikləri faciələri bugün də davam etdirirlər. Həmin günü Xocalıdan neçə insan itkin düşdü, neçə qızlarımız, uşaqlarımız faciəli surətdə vəfat etdilər, vəhşicəsinə qətlə yetirildilər. Xocalı sakinləri Azərbaycanın 48 rayonunda məskunlaşmışdı. Bugünə qədər də o sakinlər öz doğma torpaqlarına qayıdacağı günü gözləyirlər. Bizim əziz körpələr, bu faciəni heç vaxt unutmayaq. Bugün bütün dünya Xocalı faciəsini qeyd edilir. Çox hüzünlə, kədərlə. Mən hamınızdan xahiş edirəm ki, bir dəqiqəlik sükutla Xocalıda şəhid olan ana bacılarımızın, atalarımızın, qardaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edək. Çıxış üçün söz verilir məktəbə qədərki qrup rəhbərlərindən olan Raziyə müəllimə. Tarixi əsrləri geri vərəqləsək görərik ki, xalqımızın başına indiyənə qədər çox müsibətlər gəlib. Amma bu müsibətlərin içərisində Xocalı soyqırımını sözün əsl mənasında soyqırım adlandırmaq olar. Çünki bu fəlakət, bu müsibət ermənilər, vəhşi erməni terroristləri tərəfindən əvvəlcədən hazırlandı və xüsusi amansızlıqla törədildi. Tarixin hələ indiyə qədər şahidi olmadığı bu müsibət ancaq öz insani hisslərini, öz insanlıqdan məhrum olan ermənilər tərəfindən törədilə bilərdi. Bu vəhşilik o qədər pis, o qədər vəhşicəsinə, o qədər insanlıqdan məhrum bir hərəkətlərlə törədildi ki, hələ tarixdən biz oxuduğumuz, bildiyimiz ən qəddar, ən zülümkar hökmdarların belə zülmlərini kölgədə qoydular. Yeri məhvəri ilə titrədən bu dərd, bu vəhşət tarixə yazıldı o gün. Qəlbləri köz kimi yaxan müsibət, müharibə sözünü çağlatdı o gün. Lakin bizim xalqımız öz soyuna, öz keçmişinə bağlı bir xalqdır, keçmişini unutmayan bir xalqdır. Və təbii ki, bizim bu gələcək üçün yetişdirdiyimiz bu yeni nəslimiz bu fəlakətləri öz gözləri ilə görməyiblər. Məhz bizim borcumuz, bizim məsuliyyətimizdir deyərdim ki, biz o günləri öz gözlərimizlə görən canlı şahidlər olaraq öz bildiklərimizi, gördüklərimizi bax bu uşaqlara, bu yeni nəslə, cavan nəslə çatdırmalıyıq. Ona görə çatdırmalıyıq ki, keçmişini, tarixini bilməyən bir millət gələcəyə gedə bilməz. Və
isə bunun üçün çox işlər görür. Paytaxtımız Bakı şəhərində Xocalı qurbanlarının xatirəsi unudulmasın deyə ana fəryadı adlı abidə ucaldılıb ki, həmin abidədə ana öz ölən övladını qollarına alıb başı üstünə qaldırır. Bizim mərd analarımız, igid analarımız, o analar ki, elə indi də və müharibənin ən şiddətli vaxtlarında da bizim ata-analarımız öz övladlarını cəhbələrə, xalqın azadlığı, bütövlüyü uğrunda döyüşmək üçün öz övladlarını cəhbələrə göndərirlər. Və bizim burada körpə balamız var, körpə anamız var deyərdim. Və o da müharibə vaxtı öz övladını əskər göndərir. Görək hansı sözlərlə, hansı tövsiyələrlə öz övladını əskər göndərir. Baxaq, gəl.